Salam əziz müdavimlər. Bugün mən sizə qısa bir izahla MİQ qəbul suallarından birini izah edəcəm. Yəni bu sual MİQ-də qəbul tipli olaraq istifadə olunur. Gəlin suala baxaq. Şagirdlərdən bir neçəsi dərsdə verilmiş tapşırıqları icra etməkdə çətinlik çəkir. Cəhd etsələr də alınmır. Bu zaman digər şagirdlərin tapşırıqları daha tez həll edib, növbəti çalışmalara keçdiklərini görürlər və daha da məyus olurlar. Diqqətlərini tapşırığa cəmləyə bilmirlər. Bizdən soruşur ki, uyğunluğu müəyyən edin, yəni müəllim fəaliyyətinə bağlı olan uyğunluğu. Doğru yanaşma, yanlış yanaşma. Situasiyada gördük ki, şagirdlər tapşırığı işləməkdə çətinlik çəkir, yoldaşlarının işləyib növbəti tapşırığa keçdiyini görəndə daha da məyus olurlar. Və biz indi burada yanaşmaları uyğunlaşdırırıq. Gəlin baxaq. A-da deyir ki, müəllimin həmin şagirdləri nəzərə alıb sinifə tapşırıqları etmək üçün daha çox vaxt verməsi məqsədə uyğundur. Yanlış yanaşmadır. Niyə? Çünki müəllim bu zaman sadəcə həmin uşaqları nəzərə alaraq çox vaxt versə, digər uşaqlara bu uyğun olmayacaq. Elə uşaq var ki, tez bitirib, oturub artıq gözləmək məcburiyyətində olacaq və bu doğru bir yanaşma deyil. A gedir 2-yə, yəni yanlış yanaşmaya. B-yə baxaq. Müəllim akademik cəhətdən zəif şagirdləri bir qrupa, nisbətən güclüləri isə başqa bir qrupa daxil etməklə problemi həll edə bilər. Tamamilə səhv cümlədir. Uşaqları zəif və güclü olmağına görə heç bir halda ayıra bilmərik. Yanlış yanaşmadır. B-də gedir 2-yə. Tapşırıqlar vaxtında çatdırılsın deyə müəllim sinif tapşırıqlarını lövhədə həll etməli və həmin şagirdlərin lövhədən köçürməsini tapşıra bilər. Tamamilə yenə də yanlışdır. Müəllim uşaqların inkişafına mane olur, özü işləyir və uşaqlar deyir ki, lövhədən köçür. Yanlış yanaşmadır. A, B, C gedir 2-yə. D-yə baxaq. Müəllimin şagirdlərə fərqli çətinlik səviyyələrində misallar və onların icrası üçün yetərli vaxt verməsi məqsədə uyğun olar. Bəli, doğru bir yanaşmadır. Fərqli çətinlik səviyyəsində olan misal dedikdə biz artıq fərqli uşaqları, yəni fərqli güclü olan uşaqları nəzərə alırıq. Bütün uşaqlar sinifdə eyni ola bilmir və bu nəzərə alınır və onların icrası üçün yetərli vaxt verilir. Yəni burada artıq uşağa görə seçilmir o vaxt. Həmin tapşırığa uyğun olaraq müəyyən bir vaxt verilir və bu məqsədə uyğundur. Doğru bir yanaşmadır. 1-ə gedir, D bəndi. Müəllim şagirdlərin çətinlik çəkdikləri tapşırıqlar və mövzularla bağlı əlavə dərs saatı müəyyənləşdirib problemi aradan qaldıra bilər. Bəli, doğrudur. Müəllim əlavə olaraq şagirdlərlə məşğul ola bilər ki, baxın, harda çətinlik çəkirsiniz, necə həll etmək olar və s. Bu da doğru yanaşmadır və heç bir şagird hüququnu pozmur. 1-ə getdi D, Y, 2-yə getdi A, B, C. Deməli, buradakı variantımız A variantıdır.